Gəlin indi əyri oturub düz danışaq və bu mövzunu ciddi formada müzakirə edək qısaca. Və həmin o intervyuda Azər Həsrət 2 dəfə maraqlı bir fikirlər bildirib. Gəlin onu birgə baxaq, sonra mən qayıdacağam. Barlara gedəndə gecə barlarına əksərən orada qızlar rusca danışır. Bu rus dillilər yoxdur, rus məktəbi qutaranlar üstümə netar tökmüşdülər. Rus dilini sinəsində döyüb başımızın üstünə çıxaranlar var. Onların neçəsini Moskvanın mərkəzi televiziya kanallarında Azərbaycanın xeyrinə çıxış edən görmüsünüz. Xatırlayın, bax bu son vaxtlarda kimi görmüsünüz? Təyyarəmiz vuruldu 2024-cü ilin dekabrın 25-də. Bax o rus dilini baş üstündə gəzdirənlərin hansı birisi gedib Moskva televiziyalarında çıxış elədi? Azər Həsrət Azərbaycan Respublikasının əməkdar jurnalistidir və hüquq müdafiəçisidir. Və başa düşə bilmirəm nəyə görə əməkdar jurnalist və ümumiyyətcə adi bir Azərbaycan vətəndaşı belə bir aqressiya ilə öz fikrini bildirir. Və mən ümumiyyətcə başa düşmürəm necə olur ki, bizim cəmiyyətimizdə var Azərbaycanlılar, kimlər rus dilini bilmirlər və rus dilli Azərbaycanlılara qarşı aqressiyaları var. Halbuki biz 10 milyon Azərbaycanlıların arasında çox birimiz iki dil daşıyıcısıyıq. Həm talışlar, həm lezgilər, həm yahudilər, dağ yahudiləri, tatlar və s. və ilaxır. Amma sizin sırf rus dilli Azərbaycanlılara qarşı aqressiyanız var. Mən oturub fikirləşdim, qərara gəldim ki, siz rusların politikasını sevmirsiniz. Onlara qarşı sizin aqressiyanız var. Və siz həmin aqressiyanı bizim üstümüzə tökürsünüz. Niyə? Niyə siz elə bilirsiniz ki, biz rus pərəstiyik? Əgər mən rus dilində danışıramsa, deməli mən rus pərəstim. Və mən Rusiyanı sevirəm. Və yaxud da onun politikasını bəyənirəm və oturmuşam burada Rusu gözləyirəm. Siz əgər mənim kanalıma, adekvat kanalıma daxil olub, son 4 il ərzində Rusun politikasına qarşı olan fikirlərimi, videolarımı görsünüz, siz deyərsiniz ki, qardaş, sən Rusiyaya gedməsən, basıb çalacaq türməyə, oradan da müharibəyə. Və mən ona görə də Rusiyaya gedmirəm, çünki mən bilirəm ki, mənim orada başıma oyun aça bilərlər və elə bir mesajlar da gəlib. Əgər mən rus dilində danışıramsa, o deməli deyil ki, mən rus pərəstəm. Əgər mən iPhone işlədirəmsə, o deməli deyil ki, mən Amerika pərəstəm. Düzdür? Mənim fincanım Fransada hazırlanıb, məsəl üçün almışam onu Fransadan, oradan çay içirəm, o deməli deyil ki, mən fransızam. Düzdür? O ki qaldı ikinci Azər Həsrətin dediyi ifadəyə görə, burada Wikipediyada mən oxuyuram, burada yazılıb ki, siz türk, ingilis və rus dillərini mükəmməl səviyyədə bilirsiniz. Əgər bu informasiya doğrudursa və siz rus dilini mükəmməl dərəcədə bilirsiniz, niyə siz o Azalın samolotu vurulundan sonra özünüz Rusiyaya getmədiniz və orada Azərbaycan tərəfini saxlamadınız? Əgər siz rus dilini bilmirsinizsə, deməli buradakı informasiya düzgün deyil və mən özüm getsəydim Rusiyaya və siz dediyiniz kimi orada televiziyada çıxış edəcəydim, mən yenə də basacaqlara türməyə. Oradan da ruslar demişkən SVO-ya. Və ən əsası, 2017-ci ildə 14 aprel tarixində Azərbaycan Respublikasının Milli Məclis tərəfindən 6 il müddətini İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilmişsiniz. Və bizim aramızda olan fərq elə buradadır. Siz dövləti düşünürsünüz, mən isə xalqı.